Yəni mənim üçün ailə saxlamaq, şəxsini inkişaf etdirməklə şirkət saxlamaq, şirkət inkişaf etdirmək eyni şeydir. Və o dərki keçənlər üçün o idarə etmə çox rahatlaşır. Bizim cəmiyyətdə çox səhv bir düşüncə var. Buna hətta deyərdim ki, bir Amerikan kinolarından gəlmə bir şeydir. Deyir, nичего личного, только бизнес. Bax o fikir həkk olub bizim iş mühitində olanlar. Onlar düşünür ki, işdirsə, bu işdədir, mən kimisə əzə bilərəm, nə edə bilərəm. Mən evə çıxdım, yox, mən burada başqa adamam, burada başqa adamam. Zaten elə deyilmi Zahid müəllim? Qətiyyən elə deyil. Və o sənin artıq içində parçalanman deyilmi? Yeni bir obrazındır. Yeni bir obraz deyirik, şəxsiliyimizdən çıxardırıq obrazı. Amma sən vəhdəti itirirsən axı. Biz elə həmən kəsiyik, orada da, burada da. Yəni deyirsiniz Özünü ki, inkişaf elətdirmək lazımdır. burada ailədə olduğumuz kimi biznesdə olmalıyıq. Ailənin nə olduğunu dərk etdikcə biznesin nə olduğunu dərk edəcəksiniz.